Düşünürsən ki, bacarmayacaqsan, bacarmırsan. Yəni, insan zehni özünü necə kodlaşdırırsa, o cürdə gedir. İndi keçək nəzəriyyəmizə. Deməli, Karol Dweck nəzəriyyəsi. Yeganə qadın, belə deyək, pedaqoqdur ki, təhsil proqramına onu da əlavə eləyiblər. Karol Dweck nəzəriyyəsi düşüncə tərzi nəzəriyyəsidir. Düşüncə tərzi nəzəriyyəsinin mahiyyəti nədir? Yəni, insan beynini uğura kökləməlidir. İnsan zehnini uğura kökləməlidir. Mən bacarmayacağım, bacara bilmirəm. Bu cür düşüncədə olan insanlar uğursuzluqlara gedirlər. Niyə? Çünki bu qapalı düşüncədir. Karol Dweck'ə görə insan düşüncəsi, onun yəni təcrübələrin nəticəsinə görə insan düşüncəsi iki cürdür. İnkişafa qapalı düşüncə, inkişafa açıq düşüncə. İnkişafa qapalı düşüncə nə deməkdir? Yəni, bu insanlar inkişafa qapalıdırlar. Yəni, fikirləşirlər ki, mən bunu bacarmıram. Bacarmıram, yəni, belə deyək də, bəzən biz bunu məktəblər, bəzən yox, çox görürük məktəblərdə. Şagirdlər deyir ki, yox, müəllimə, mən tarix oxuya bilmərəm, illər yadımda qalmır. Və yaxud da deyir ki, yox, biologiya mənlik deyil, nəsə alınmır, orada məsələlər var, eləyə bilmirəm. Və yaxud da deyir, riyaziyyat mənlik deyil, müəllimə, nəsə əslində istəyirəm o sahədə, məsələn, xoşum gəlir. Hansısa bir ixtisası deyir, həkim olmaqdan çox xoşum gəlir, amma biologiya mənlik deyil. Yəni, bu nədir? Bu, inkişafa qapalı düşüncədir. İnkişafa qapalı düşüncədə olan insanlar, eyni zamanda, axşamınız xeyir müəllimə, İnkişafa qapalı düşüncədə olan insanlar çətinliklərdən qorxurlar, səhv etməkdən qorxurlar, başqalarının gözündən düşməkdən qorxurlar, başqalarının rəylərini qulaq ardına vururlar, asanlıqla təslim olurlar. Yəni, onlar iradlara da açıq deyirlər, tənqidlərə də açıq deyirlər. Çünki niyə? Onlar düşünürlər ki, mən heç nə bacarmıram və motivasiyadan düşürlər deyə rəylərə, iradlara, tənqidlərə açıq deyirlər. İnkişafa qapalı düşüncə tərzi olan insanlar. Bu şagirddə də ola bilər, müəllimdə də ola bilər. Təzə gələn müəllimlər üçün bir daha xatırladım ki, Karol Dweck nəzəriyyəsini keçirik. Karol Dweck nəzəriyyəsi, yəni düşüncə tərzi nəzəriyyəsidir. Düşüncə tərzi nəzəriyyəsinə görə insanlar iki düşüncə tərzinə mövcuddular. Yəni, inkişafa açıq düşüncə, inkişafa qapalı düşüncə. İnkişafa qapalıdan danışırıq birinci. İnkişafa qapalı düşüncə odur ki, insanlar mən bacarmaram ideyasında olurlar. Yəni, mən bunu bacarmıram, məndə alınmır. Bir şeyi səhv eləyəndə, bir məsələ, tutaq ki, uşağa nəsə öyrətmişik, düstur öyrətmişik. O düsturu tətbiq eləyib məsələ eləməlidir, amma tətbiq eləyə bilmir, alınmır, deyir, yoxu bacarmıram və bir daha cəhd etmir. Məndə alınmır. Bu cür insanlar inkişafa qapalı düşüncə tərzinə məxsus insanlardır. Və biz nə etməliyik? Biz müəllim olaraq o uşaqları nə etməliyik? Açıq düşüncə tərzinə gətirməliyik. Çünki inkişafa qapalı düşüncə tərzinə məxsus olan insanlar uğur qazanmırlar adətən. Yəni, onlar çətinliklərdən qorxurlar, səhv edəndə ruhdan düşürlər, bir daha cəhd eləmirlər, səhv edəndə başqalarının, ən çox da bunlarda cəmaat nə deyər məsələsi var. Başqalarının gözündən düşməkdən qorxurlar. Adətən testlərdə biz rast gəlirik belə şeylərə. Deyir, uşaq müəllim esse vermişdi, uşaq esseni o qədər də belə geniş yazmamışdı. Ona görə də gördü ki, başqa uşaqlar esseni yaxşı danışdı. Deyir ki, yox, mən yaxşı bunu danışmıyım, eşliyim, yazmamışam. Çünki mən yaxşı yazmamışam axı. Yəni, bu inkişafa qapalı düşüncədir. Eyni zamanda onlar rəy almağı istəmirlər, başqalarından gələn rəylərdən qaçırlar, yayınırlar, iradlara açıq deyirlər, asanlıqla təslim olurlar, bacarmırlar. Yəni, onlarda öyrənmə prosesi mürəkkəbləşir. İlk cəhdləri uğurlu olmadığına görə artıq onlar bir daha cəhd eləmək istəmirlər. Bu, inkişafa qapalı düşüncədir. Əlbəttə ki, heç kim istəməz ki, inkişafa qapalı düşüncədə olsun. Nə müəllim olaraq, nə şagird olaraq. Və müəllimlərdə də çox təəssüf ki, belə var. Deyir ki, bir uşağa qarşı qapalı düşüncə var, bir də özünə qarşı. Məsələn, deyir, mən 20 ilin müəllimiyəm, indən sonra nə öyrənəcəm ki? Kurikulum müəyyəndən sonra çatan deyil onsuz da. 20 ilin müəllimiyəm, ayval, indiyənə qədər nə öyrəndim. Yəni, bu inkişafa qapalı düşüncədir. Özünü inandırır ki, mən bacarmaram, mən yeniliyə açıq deyiləm deməkdir. Eyni zamanda şagirdə qarşı bu cür düşünən müəllimlər olur. Məsəl üçün, tutaq ki, şagird yaxşı hazırlaşmır, biz bir-iki dəfə cəhd edirik, ondan nəticə ala bilmirik də. Nəticə ala bilmirik və ruhdan düşürük, deyirik ki, yox, bundan heç nə alınmır.
Bu uşaqdan heç nə alınmır. Heç bir variant bu uşaqdan alınmır. Heç bir üsul bu uşaqdan alınmır. Cəhd edirik, müxtəlif üsullarla təqdim eləməyə başlayırıq mövzuları, öyrənmə tərzini nəzərə alırıq, potensialını nəzərə alırıq. Bir dəfə, iki dəfə uğursuzluq olur deyə özümüz də inkişafa qapalı tərzinə düşürük. O şagird haqqında ki, yox, bunda alınmır. Və yaxud da daha çətin, belə deyək, daha kobud ifadələrdən istifadə edirik. Əşi, sən öyrənən deyilsən, onsuz da səndən alınmır. Havaya yerə çıxıb löpüyə vaxtımı aparma, boşu-boşuna əl qaldırma. Bu da şagirdlərə qarşı qapalı düşüncə tərzi formalaşdıra bilər şagirdlərdə. Eyni zamanda müəllimin özü də şagirdlərə qarşı qapalı düşüncə tərzində olduğuna görə bu cür fikirlər irəli sürür. İnkişafa açıq düşüncə tərzi isə tamamilə bunun əksinədir. Onlar yeniliyə açıqdılar, çətinlikdən qorxmurlar, səhvlərindən öyrənirlər, başqalarının rəylərinə açıqdılar, rəylərdən müəyyən tənqidi çıxarışlar eləyirlər, bir daha cəhd eləyirlər. Yəni təslim olmurlar, uğursuzluqlardan qorxmurlar. Onlar bacarmıram demirlər, hələ ki bacarmıram deyirlər, hələ ki sözlə istifadə eləyirlər. Dəfələrlə cəhd eləyirlər, bacarığa yiyələnirlər, bir daha məşq eləyirlər, səhv edirlər, bir daha kömək alırlar, dəstək alırlar, yenidən öyrənirlər, öyrəndiklərini yoxlayırlar, səhvlərini təhlil eləyirlər, düzəldirlər, bir də cəhd eləyirlər. Növbəti cəhd uğursuz olarsa kömək alırlar, yenə öyrəndiklərini yoxlayırlar, sınaqdan keçirdirlər və nəhayət burada püxtələşirlər. Yəni əldə etmək istədikləri bir məsələdə püxtələşirlər. Bu mənim özümdə də olur, real etiraf eləyəcəm. Mən həmişə xoşum gəlir real olmağı, şagirdlərlə də realam, müəllimlərlə də. Yəni mən kurikuluma ilk başlayanda bəzi testlərdə ilişirdim. Deyirdim ki, yox, məndən kurikulum təlimçisi olmaz. Yaxşısı budur mən, hələ ki bu söhbət çox yayılmamış, qohum əqraba bilməmiş, qıraq adamlar bilməmiş. Mən bu kitabın bir daş altına qoyum, bir daş üstünə qoyum, heç açmayım bu kitabın üzünü. Yox, alınmır məndə. Baxırdım məsələn təcrübəli təlimçilərə, indi onlar neçə il təlimçilərdir, görürdüm ki, yox, mən falan şey səhv eləmişəm. Ayda, müəllimlərə falan şey səhv demişəm. Və ruhdan düşürdüm. Motivasiyadan düşürdüm ki, yox, məndə alınmaz, məndən təlimçi olmaz. Sonra artıq özümü başladım motivasiya eləməyə. Görürdüm, həm qıraqdan gələn rəylər, çox sağ olsun yaxşı insanlar həqiqətən, qıraqdan gələn rəylər, eyni zamanda analiz eləyirdim, tənqidi yanaşırdım məsələlərə. Və bu yaxınlarda bir təlimçinin, tanınmış bir təlimçinin, adını çəkməyəcəm, izahı var idi fənn üstü inteqrasiya ilə bağlı, hansı ki düşüb sınaqlara və onu mən izahını vermişəm, digər müəllimlər də izahı verib. Dedim, qoy bu müəllim də canlı paylaşmışdı, dedim, qoy baxım görüm necə izah eləyir. Müəllim izah eləyir, deyir ki, müəllimlər, burada layihə sözü səhv düşübdür. Əslində bu layihə sözü olmamalıydı. Bu layihə sözü səhv düşdüyünə görə bu fənn üstü inteqrasiya ola bilməz. Və bu cür izahlara baxdım, motivasiya elədim ki, yox, ruhdan düşmək lazım deyil, daim inkişafa getmək. Yəni bilməmək eyib deyil, öyrənməmək eyibdir. İnsanıq, robot deyilik ki, robot da belə xarab olur, kompüterin belə beyni xarab olur. Kompüterdən nəsə axtarıq, səhv çıxardır, yüklənir, beyni xarab olur. Biz də insanıq. Ona görə də inkişafa daim neyin əməli? Açıq olmalıyıq. Yox, kurikulum məndə alınmır, yox, ixtisas məndə alınmır. Əşi, bu nə sənətdir, mən seçmişəm. Biz artıq bu yola düşmüşüksə, biz neyin əməliyik? Özümüz açıq düşüncədə olmalıyıq ki, şagirdlərimizi də açıq düşüncəyə gətirə bilək. Yəni, açıq düşüncədə olan insanlar həyatda hər şey əldə edə bilirlər. İlk öncə şagirdlərimizə zəkanın elastik olduğunu başa salmalıyıq, zəkanın dəyişə bilən olduğunu başa salmalıyıq. Burada bir süngər təcrübəsi var, onu deməyəcəm. Süngər təcrübəsinə ehtiyac yoxdur. Bu qədər ta da qəlizləşdirir bizim işimizi, deyirik görən süngər nə deməkdir. Yəni, belə deyək də, balaca bir uşağı götürək. Nümunə çəkirik ki, təzə yeriyən uşaq yıxılır, amma yeriməkdən əl çəkmir. Biraz qorxa bilər, 1-2 gün addım atmaya bilər, amma sonra yenə başlayacaq yeriməyə. Niyə? Çünki uğurunun dalınca gedir və onda alınır. Və insan da belədir. Bir şeydə büdrədikcə qalxır və onda nəhayət püxtələşənə qədər onda alınır və açıq düşüncə tərzi formalaşır. Yaxşı, bəs biz münasibətimizdə necə eləməliyik ki, şagirdlərimiz açıq düşüncə tərzində olsunlar? İlk növbəcə rol model olmalıyıq, bunu dedik. Yəni, müəllim rol model olmalıdır, müəllim özü açıq düşüncədə olmalıdır, müəllim səhv eləməkdən qorxmamalıdır. Məsələn, müəllimlərə sual veriləndə müəllim o sualın cavabını bilmirsə, adətən nə edir? Uşaqların gözündən düşməkdən qorxur. Uşaqların gözündən düşməkdən qorxur və çalışır ki, o sualın ətrafında nəsə cavab versin. Ya deyir ki, uşaqlar, indi vaxtım yoxdur, sabah sizə cavab verəcəm. Bu qapalı düşüncədir.
Müəllim də səhv etməkdən qorxmamalıdır. Müəllim də risk etməkdən qorxmamalıdır. Yəni əksinə bu uşaqlara motivə verər ki, müəllim bilmirsə bizim də bilməməyimiz təbiidir. Müəllim əgər gedir nəyisə araşdırırsa biz də gedib nəyisə araşdırmalıyıq. Heç kim alim deyil. Hamı yavaş-yavaş öyrənir nələrisə. Yəni kurikulum bunu deyir ki, müəllimin özü belə riskdən, səhv etməkdən qorxmamalıdır. Bu ilk növbədə. İkinci məsələ. Uşaqların emosional, yəni şəxsinə rəylər deməməliyik. Sən çox ağıllısan, sən çox zəkalısan və yaxud da ki, əksinə səndən adam olmayacaq. Adətən olur da, ənənəvi qaydada dərs keçəndə müəllimlər bundan istifadə edir. Əşi səndən bir şey olan deyil, hava yerə o kitabı qabağına qoyma və s. Bu cür rəylər uşağa bildirmək olmaz. Rəyi uşağın nəyinə veririk? Fəaliyyətinə veririk. Məsələn, afərin sözünü istifadə eləmək istəyirik, lap yaxşı, eləyək. Afərin. Maraqlı üsuldan istifadə etmirsən. Yəni, misalı həll edərkən və yaxud hansısa problemi həll edərkən maraqlı üsuldan istifadə etmirsən. Yəni, afərin uşağın bugünkü fəaliyyətinə eləməliyik. Yoxsa ki, uşağın şəxsinə yönəlik afərin deməməliyik, tərif deməməliyik. Niyə? Bu cür uşaqlar da, biz elə bilirik ki, o uşaqlara motivasiya veririk, əksinə. Onlar qapalı düşüncə tərzinə keçirlər. Niyə? Çox təriflənirlər və risk etməkdən qorxurlar. Müəllimin gözündən düşməkdən qorxurlar. Sinifdə, məsələn, hamı desin ki, tutaq ki, uşağın adı, nə ad qoyum, keşkimdə olmayan bir adı olsun. Həsən olsun. Həsən adda şagirdim yoxdur. Ad çəkirəm, bəzən şagirdlərim deyir ki, müəllimə mənim adımı çəkirdi dərs keçəndə. Hə, uşağın adı Həsəndir. Həsən o qədər gözənin önündə olmağa öyrəşib ki, müəllimlər Həsəni tərifləyir. Hamı deyir səndən yoxdur, sən zəkalısan, afərin, sən biologiyanı da oxuya bilirsən, sən tarixi də oxuya bilirsən, sən riyaziyyat da oxuya bilirsən, sən coğrafiyanı da oxuya bilirsən. Həsən mükəmməlçilik ideologiyasındadır. Həsən istəyir ki, mükəmməl olsun və mükəmməl olmaq üçün səhv eləməkdən qorxur. Uşaqlar mənə gülər, səhv eləyərəm, Həsən də səhv elədi, deyərlər, mənə gülərlər. Nə bilim, gözdən düşərəm, müəllimin gözündən düşərəm, uşağın gözündən düşərəm və Həsən çətinliklərdən qorxacaq. Və bu minvanla da Həsən nəyə çevriləcək? Qapalı düşüncə tərzinə çevriləcək. Hətta belə bir təcrübə də keçirir Karol Dweck. Nə edir? 400 nəfər 5-ci sinif şagirdlərini 2 yerə bölür. Və onlar arasında təcrübə keçirdir. İlk öncə hər kəsin, yəni 400 şagirdin 400-ünü də IQ-lərini yoxlayır, yəni intellektlərini, zəka intellektlərini yoxlayır. Ondan sonra o nəticələr təhlil olunur, qoyulur qırağa, o öz yerində. Sonra sinifi 2 yerə bölür. Sinifi 2 yerə bölür və hər sinifə eyni səviyyədə tapşırıq verir. Tapşırığı verəndən sonra sinifin birini gəlir, tərifləyir. Siz çox ağıllısınız, zəkalısınız, afərin, bilirdim ki, bu cür nəticə göstərəcəksiniz. Digər sinifi isə fəaliyyətinə görə tərifləyir. Fəaliyyətinə görə tərifləyir ki, afərin, çox çalışqansınız, ona görə də bu yüksək nəticəni əldə etmişsiniz. Yəni, sırf fəaliyyətlərini tərifləyir, amma bu birisində sırf uşaqların şəxsiyyətini tərifləyir. İkinci mərhələdə uşaqlara yenidən bir tapşırıq gətirir. Tapşırığın yarısı asan, yarısı çətin olur. Uşaqlara təklif edir ki, asan tapşırıqları işləyirsiniz, yoxsa çətin tapşırıqları. Hansı uşaqlar ki, şəxsiyyətinə görə təriflənmişlər, asan tapşırıqları seçirlər, hansı sinif. O birisi sinif isə çətin tapşırığı seçir. Niyə? Çünki çətin tapşırığı seçən şagirdlər düşünür ki, daha çox çalışacağıq və müəllim bizi fəaliyyətimizə görə təriflədiyinə görə daha çox çalışacağıq və daha çox yaxşı rəylər, müsbət rəylər alacağıq. Amma bu birisilər deyir ki, tez eləyək, daha tez təriflənək. Üçüncü mərhələdə isə Karol Dweck ümumiyyətlə həlli mümkün olmayan məsələlər gətirir uşaqlara. Hansı uşaqlar ki, şəxsi keyfiyyətlərinə görə təriflənmişdilər, o uşaqlar o məsələnin üstündə 1-2 dəqiqə işləyirlər, görürlər ki, cavaba gələ bilmirlər, tez bezirlər, tullurlar qırağa. Hansı uşaqlar ki, fəaliyyətlərinə görə təriflənmişdilər, o uşaqlar isə o məsələnin həllini tapmasalar da belə çox həvəslə çalışırlar. Çünki çalışmaqdan zövq alır. Çünki müəllim onların çalışqanlığına motivasiya verib, fəaliyyətinə motivasiya veribdir. Və nəticədə 4-cü mərhələdə, son mərhələdə yenidən uşaqların IQ-su yoxlanılır və belə bir nəticəyə gəlinir ki, hansı uşaqlar ki, şəxsi keyfiyyətlərinə görə təriflənmişdilər, 20%, lap birinci əvvəldə onların IQ-su yoxlanılmışdı axı, 20% IQ-ləri aşağı düşüb, hansı uşaqlar ki, fəaliyyətlərinə görə, çalışqanlıqlarına görə təriflənmişdi, onların IQ-ləri 30% neyniyib, artım baş verib. Bu da bunu göstərir ki, müəllimin rəyindən
ümumiyyətlə təkcə müəllimin yox, ətrafın rəyindən çox şey asılıdır. Şagirdləri fəaliyyətinə görə, yəni bugünkü fəaliyyətinə görə nə etməliyik, tərifləməliyik. İkinci bir məsələ, düşünmə vaxtının verilməsi, gözləmə vaxtının verilməsi. İstəyir müzakirə prosesi, istəyir sual-cavab prosesində mütləq şagirdlərə gözləmə vaxtı verilməlidir. Bunu da dəfələrlə demişik, amma yenə deyək. Burada söhbət düşüncədən gedirsə, bu gözləməni biz nə üçün veririk? Şagirdlər özlərini toparlasınlar və nisbətən pasiv olan şagirdlər, əgər müəllim bir dəqiqə vaxt veribsə suala və yaxud da müzakirəyə, düşünsünlər ki, mən də qoşula bilərəm. Mənim 60 saniyə vaxtım var, yəni mən də fikirləşim, fikrimi cəmliyim, qoşulum. Amma vaxt verməsək, ancaq o əli göydə olan aktiv uşaqlarla işləsək, bu cür uşaqlar ruhdan get-gedə düşürlər və bu da zaman-zaman zəka bilirsiniz, elə bir şeydir ki, işlətməsən el arasına deyirik, paslanır və zaman-zaman artıq elmdən, bilikdən nə edə bilərlər, uzaqlaşa bilərlər. Bir də ki, uşaqları ümumiyyətlə mükəmməlçilikdən uzaq, onlara son nəticəyə deyil, bugünkü fəaliyyətlərinə motivasiya verməliyik. Uğura gedən yolda müəllimin verdiyi rəy çox əhəmiyyətlidir. Çox əhəmiyyətlidir. Biz şagirdləri emosional olaraq zədələyən destruktiv rəylər verməməliyik, konstruktiv rəylər verməliyik, şagirdi irəliyə aparan dəstəkləyici rəylər. Məsələn, görürəm ki, qeydlərindən, öyrəndiyin üsullardan yaxşı istifadə etmirsən, afərin, bu cür davam et. Yəni, qeydlərdən istifadə etmirsən, öyrəndiyin üsullardan istifadə etmirsən, bu cür davam et. Yəni, nəyisə həll edəndə. Bir də inkişafa açıq düşüncə tərzində hələ sözündən istifadə eləmək çox önəmlidir. Müəllimlər şagirdlərin nail ola bilmədikləri bir bacarıq və yaxud da həll edə bilmədikləri bir tapşırıq görərkən onu nə etmək lazımdır? Hələ ki sözdən istifadə eləməyə alışdırmaq lazımdır. Hələ ki bacarmıram, hələ ki nəticə ala bilməmişəm. Amma zaman-zaman nə edəcəm? Bu uğursuzluqlar daimi olmayacaq. Zaman-zaman mən bu uğursuzluqların öhdəsindən gələcəm. Yəni açıq düşüncə tərzi hər kəsə lazımdır. Hər kəs inkişafa açıq olmalıdır. Uğursuzluqlardan, motivasiyadan düşmək insanı nə edir? Daha da uğursuzluqlara aparar. Bu da oldu bizim bugünkü nəzəriyyəmiz. Kimə qaranlıq nə qaldı? Eşidirəm Məryəm müəllimə, buyurun. Axşamınız xeyir müəllimə, necəsiz? Çox sağ olun, siz necəsiz? Yaxşıyam, sağ olun müəllimə. Mən bugünkü dərsdə qaranlıq qalmadı. Əsas oxuyanda anlayırıq da nələri başa düşmüşük, düşməmişik. Keçən dərsdən bir sual vermək istəyirəm. Buyurun. Nəzəriyyəsində bir növ yaxın inkişaf zonası da scaffoldingdə mahiyyəti eynidir də. Yəni şagirdi inkişaf yolunda dəstək, kömək. Bunu tam necə məsəl üçün fərqləndirək? Tamam müəllimə. Baxın, uşaq heç nə bilmir. Şəkil çəkəcəm burada. Gülməli də olsa bir şəkil çəkəcəm, bir uşaq şəkili. O qədər gözəl çəkəcəm ki. Bu uşaqdır, bu da müəllimdir. Müəllimin başının yekəlinə baxın. Eyb yox, müəlliməsi, sonra başa düşək. Uşaq heç nə bilmir. Bu balaca uşaqdır. Heç nə bilmir. Müəllim ona öyrədir, bu müəllimdir. Müəllim ona öyrədəcək. Bu scaffoldingdir. Bu hadisənin özü scaffoldingdir. Müəllim uşağa müvəqqəti öyrədir. Bu hadisə scaffolding adlanır. Bu hadisəyə gedən yol var, zaman. 3 günmü, 5 günmü, 1 ayımı, nə bilim, hər vaxt çox ola bilər də. Baxır, indi nəyi scaffolding edirik? Bu yaxın inkişaf zonası adlanır, YIZ. Yəni müəllimə, o əslində scaffolding daha geniş bir anlayışdır. Bizim öncəki dərslərimizdə belə bir söhbət olmuşdu, misal çəkmişdik, səhv eləmirəmsə. Biri idi, diferensial təlim daha geniş anlayışdır, yoxsa elə dərslə scaffoldinglə müqayisə etmişdik ona? Diferensial təlim daha kiçik anlayışdır, scaffolding daha geniş. Diferensial təlim bir, bəli, diferensial təlim bir dərs üçün nəzərdə tutulub. Scaffolding isə ümumilikdə tədris prosesini əhatə edir. Məktəb, məktəbdən kənar, ekskursiya, bütün tədris prosesində scaffolding olmalıdır. Diferensial təlim isə bir akademik dərs saatı üçün nəzərdə tutulur. Ona görə də bəli, scaffolding daha geniş anlayışdır. Diferensiallaşma onun tərkibində yer alır. Elə bir növ yaxın inkişaf zonası da onun tərkibində, elə bir scaffoldingin daxilində olan baş verən bir prosesdir. Proses deməyək, zamandır.
Bax, müəllimə, baxın, siz nəyisə başa düşmədiniz. Mən onu sizə 5 dəqiqəyə Əslində dərsdən oxusam yenə də mən, yəni dərsdən oxudum, başa düşdüm nədir. Mahiyyətləri bənzərdir. Sadəcə 1-2 testdə var ki, ya sırf yaxın inkişaf zonası seçirik, ya da scaffolding. Aha, o testlərə bax, mən ona görə deyirəm də, testdə nə qaranlığınız var, o testlərə baxaq. Onsuz yəqin baxacağıq da ümumi. Bəli, siz indi gəldiniz, mən bayaq müəllimlərə təklif elədim, baxaq testlərə. Mən bayaq müəllimlərə təklif elədim. Geç qoşuldum, vaxtı biraz... Hə, siz indi gəldiniz, mən müəllimlərə təklif elədim qoşulaq. Qoşulaq deyirəm, baxacaq o testlərə. Baxın müəllimə, tutaq ki, sizə qaranlıq nəsə qalır. Tutaq ki, eləməyək. Gəlin elə sizə keçən dəfə qaranlıq qalan sualdan başlayaq. Dəyərləndirmə mərhələsi. Mən burada sizlə razılaşdım ondan. Amma sonra deyirəm ki, mən niyə onu təhlil götürmüşəm, dəyərləndirmə götürməmişəm? Mən niyə analitik götürmüşəm, tənqid, təfəkkür götürməmişəm? Orada deyir ki, mətnə əsasən arqumentlər gətirin. Mətnə əsasən arqument, axı biz dedik ki, başqalarının fikirləri, başqa nəyəsə əsasən arqument gətiririksə, bu təhlil olar. Dəyərləndirmək nə zaman olar? Öz fikirlərimizi əsaslandırmaq üçün arqument gətiririksə, dəyərləndirmək olar. Orada nə deyir? Orada deyir ki, səhralaşma ilə bağlı mətin idi də. Deyir, mətnə əsasən fikrinizi əsaslandırın. Yəni, mətnə əsasəndirsə, bu niyə dəyərləndirmək olsun ki? Bu olar təhlil etmə. Mətnə əsasən deməsə, yəni elə götürmək. Bəli. Dəyərləndirmə, yəni sırf öz fikrimiz olmalıdır, onu da belə çıxır ki. Bəli. Əgər sual belə olsaydı ki, bax, orada deyir ki, səhralaşma prosesinin əsas səbəblər təhlildir. Niyə? Çünki təhlil nə deyirdik? Mətndə səbəblər var, əsas səbəbləri seçməliyik. Təhlildə biz nə deyirdik? Deyirdik ki, həlledici məqamları, lazımsız məqamları, düzdürmü? Əsas səbəblər də həlledici məqamdır da. Əsas səbəbləri seçdi, təhlil oldu. Sonra deyir ki, mətnə əsasən fikirlərinizi əsaslandırın. Arqumentlərlə əsaslandırın. Əgər desəydi ki, səhralaşma prosesinin əsas səbəblərini seçin, fikirlərinizi əsaslandırın. Səbəblərlə bağlı fikirlər söyləyin, yəni öz fikirlərinizi əsaslandırın. Bu başqa bir şeydir. Amma mətnə əsasən fikirlərinizə faktlar gətirin deyirsə, deməli şagird o faktları mətndən seçəcək. Arqumentləri mətndən seçəcək. Bu nə deməkdir? Bu təhlil deməkdir. Mənim özüm də elə müəllimə birinci o cavabı götürmüşdüm. Sonra o söz məni çaşdırdı. Ümumiyyətlə bir növ bu necə fən üstü inteqrasiyada çaşdırıcı salmışdılar testləri. Bu da elə bir şeydir də. Yəni orada fikir verməliyik ki, nəyi soruşur bizdən. Əslində yenə də qarışıq suallardır. O fikrimizi dəyişmir. Əslində elə bir cavab qoyurlar ki, öz mövqeləri... Yox, indi sizə bu sualda nə qaldı qaranlıq? Bax, dediyim sualda. O dəyərləndirmədə mənim. Bəli, dəyərləndirmə... Onu tam başa düşdüm mənim. Tam başa düşdünüzmü? Tamam, mən sizə scaffolding elədim. İndi gəlirik əsas məsələyə. Mən sizə scaffolding elədim. Qaranlıq qalan məqamı açdım sizə. Təxmini 2 dəqiqə vaxtımız getdi. Bu 2 dəqiqə nə adlanacaq? Yaxın inkişaf zonası. Bəli. Zaman demək, biz zamanı götürürük. Bəli. Bu 2 dəqiqə yaxın inkişaf zonasıydı. Sizə qaranlıq məqama aydınlıq gətirdim və 2 dəqiqə vaxtımız getdi. Həmin o 2 dəqiqə yaxın inkişaf zonası. Yəni siz ora yaxınsınız cavaba. 2 dəqiqə biz onu həll elədik. Yaxın inkişaf zonasıdır. Amma o yaxın inkişaf zonası 1 ay da ola bilər. Baxır, uşaqda hansı qaranlığı açırıq biz. Bəli, yəni ki, yaxın inkişaf zonası müəyyən bir zamanı həll edir. Amma scaffolding daha uzun. Scaffolding prosesdir. Yəni scaffolding, bəli, müəllimin və yaxud da təcrübəli birinin, şagirdin, qardaşının, evdə ziyalı valideynin, şagirdə qaranlıq qalan məqamı açıqlamaq üçün göstərdiyi müvəqqəti dəstəkdir. Bu proses belə adlanır. Bu proses scaffolding prosesidir. Amma orada olan zaman aralığı yaxın inkişaf zonasıdır. Başa düşdüm müəllimə. Çox sağ olun izah üçün. Siz sağ olun. Elə scaffolding elədim ki, yaxın inkişaf zonası sizə tam aydın olsun. O yaxın inkişaf zonasında bəzən müəllimlər scaffolding götürürlər. Scaffolding demir sizdən. Sizdən o zamanı soruşur. Elə mənim testlərə məni elə yenə oxudum, başa düşdüm, yenə də başa düşmüşəm nədir. Amma testdə çaşa bilirsən əslində onu seçməkdə. Soruşur, siz demişsiniz, soruşur cavabda scaffolding də qoyub, yaxın inkişaf zonası da, məsəl üçün. Classiyadan deyir, hansını götürərik? O da bir mahiyyət etibarına bənzəyirdi ya bir-birinə. Dedim, tam aydın başa düşmüşəm. Gəlin indi o testlərə baxaq. Hansı ki sizə qaranlıq qalır, gəlin o testlərə baxaq.
O testlərə baxandan sonra da şey işləyəcəyik. Nəyin testini işləyək? Piagetini keçən dəfə işlədik müəllimə. Piagetini keçən dəfə işlədik, amma Vygotsky-ni siz işləmisiniz, amma digər müəllimlər işləməyib. Vygotsky-ni 8 dənəsi qalıb. Mən 31 dənə işləmişəm. Elə dərs başlayan kimi işlədim. Onda gəlin digər müəllimlər də işləməyib. Neçə dənədir Vygotsky nəzəriyyəsi? 40 testdir müəllimə. 40 testi. 20-dən başlayaq işləyək. Hə, mən keçən dəfə elə həqiqətən də Piaget testində də işlədik. Sonra mən dedim elə əvvəlindən bir 10 dənə zat testim qalmışdı. Qayıtdım onlar işlər binasız necə rahat gəldi, rahat Bəli. elədim. Deyirəm həqiqətən də müəllimə düz deyir. Elə axırları çətin olur, çaşdırıcı olur. Bəli, axırlar çətin olur. Testin əvvəli rahatdır. Bütün hər yerdə elədir. İstəyir abituriyent testi olsun, istəyir məsələn indi sertifikasiya gedəsiniz, MİQ-ə gedəsiniz. Orada görəcəksiniz ki, əvvəl asanlar gəlir, axıra yaxın çətinlər gəlir. Aha, gəlin. Hamı açsın 197-ci səhifəni. Mən burada ekran paylaşımı deyim. Kimdəsə kitab yoxdursa eləyim ekran paylaşımı. Varsa eləməyim. Var hamıda kitab. Daha doğrusu 21-dən başlayırıq. 200-cü səhifəni açaq. Səhifə 200.